Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətin 73 firqəyə bölünməsini xəbər verib. Amma 73-dən də danışmayıb. Bir dənəsindən danışıb, xavariclərdən. Onlar da nə üçün? Onlar özlərini Muhammed sallallahu aleyhi və səlləmin sünnəsinə nisbət edir. Amma sufi deyir ki, mən Naxçıbəndiyəm, mən nə bilim, o birisi ki, mən Cəfəriyəm, o birisi deyir ki, məsəl üçün, mən oyam, mən buyam. Yəni, onun zərəri gəlmir kim ki, özünü Allaha və Rasuluna nisbət edir. Amma xavariclər deyir İbn Teymiyyə, Muhammed ibn Abdülvahab, hərdən İbn Baz, hərdən məsələn Fovzan, Salih, Hafidahullah, hərdən Şeyx Rabi, hərdən kim nəsə tutdu, məqsədlərinə uyğundur deyirlər. Bununla cavanlara ladmaq olur. Amma sufi gəlsin, sənə desin ki, sufi şeyxlərindən biri belə dedi, sənə gedişindən məşğul. Mövlana belə dedi, sənə gedişindən məşğul. Onun zərəri ona görə azdır, zərəri cəhətdən. Amma hər ikisi bidətçidir. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah, rahmetən vəsiə. Xavariclər barəsi deyib ki, xavariclər Yahudi və xristiyanlardan daha şərlidir ümmət üçün. Amma deməyib sufilərə, deməyib məsələn başqalarına. Aydındır. Səbəb nədir? Səbəb, məsələn Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, harda görsəniz öldürün, amma sufilərə aid deyil. Başqa. Amma xavariclər üçün deyib, təbii ki, bu hakimə aiddir. Hakim məhkəmədə qazi. Fərqləndirib Peyğəmbər sallallahu əleyhi və səlləm. Fərqləndirdiyinə görə biz də fərqləndiririk. Bu yumuşalmaq istəyənlərin dəlillərindəndir. Yumuşaqlığa meyilli. Əhl-i sünnə ən yumuşaqdır. Kim yumuşaq olmaq istəyir, əhl-i sünnə olsun, sələfi. Onun o tərəfi yumuşaqlıq deyil, boşluqdur. Kim yumuşaq olmaq istəyirsə, sələfi olmalıdır.